Allahdan səni nə xoşbəxt eləyəcəyi dinən. Demə, bunu ver, bunu ver, bunu ver. Bəli, bəzi alimlər deyir ki, Allahdan bu ruçkanı belə istəyə bilərsən. Yəni bu ruçkanın belə, məsəl üçün ağ rəngdə olsun, yaşıl yazılarla olsun, onu belə dəqiqliklə ona deməlisən. Amma mən deyirəm ki, mən düşünürəm ki, bilmirəm, bəlkə mən səhvəm. Yəni məni düzəltsinlər. Mən düşünürəm ki, bəlkə bu ruçka mənim işimə bir yaramayacaq. Bəlkə mən məsəl üçün artıq ona baxıram, görürəm mən bundan yaza bilməyəcəm. Mən bunu nə üçün istədim? Bu mənə lazım idi. Bu mənim artıq kütlə tərəfindən yeridilən yanlış bir inancdır. Mən ondan istəyirəm, qurban olduğum da mənə verdi. Çünki yaradan istədiyin hər bir şeyi sənə verir. Bunu mənə verdi. Mən bundan faydalana bilmirəm. Qalmışam belə mən bunu neyniyim? Denən mənə xeyirli nədirsə, hansı qələmdirsə, hansı indi biz minimum danışırıq da, dəftərdirsə, hansı həyatdırsa, neçə dənə övladdırsa, sən onu bilirsən, onu mənə ver.